Hər birimiz yuxu görürük. Düzdür, yuxularımızı tam xatırlamasaq da, xatırladığımız yuxuların mənasını yəqin ki, hər birimiz öyrənmək istəyir. Buyurun, ən çox görülən 10 yuxu və mənaları. Yuxunuzda avtomobil qəzası gördünüzsə, sizin avtomobil sürüb-sürməyinizlə bunun heç bir əlaqəsi yoxdur. Bu sizin həyatınızda sizin idarənizdən kənar hadisələrdən narahat olduğunuz mənasına gəlir. Əgər yuxunuzda xarab televizor, telefon və yaxud kompüter görmüsünüzsə, bu sizin xəbəriniz olmadan bədəninizin hansısa hissəsinin narahat olduğu haqqında düşünməniz və ya ətrafınızdakı insanların sizi başa düşməməsi mənasını verir. Yuxuda itkin düşmək və ya gedəcəyi yönü bilməmək çox görülən bir hadisədir və adətən gerçək həyatda qərarsız qaldığınızın bir işarətidir. Yuxunuzda itkin düşdüyünüz yerdə adətən qərarsız qaldığınız mövzu haqqında da bir işarət olur. Məsələn, əgər yer altında və yaxud bir tuneldə itkin düşmüsünüzsə, bu ailəvi məsələləri təmsil edir. Əgər bir səhrada itkin düşmüsünüzsə, bu iş yeri və ya dostlarınızı təmsil edir. Yuxunuzda təyyarə və avtobusa tələsdiyinizi və ya çatmadığınızı görürsünüzsə, bu həyatda da səhv addım atdığınızı düşündüyünüzü göstərir. Gerçək həyatda bu qədər stresli olmağınız bəs etmir, bir də yuxunuzda harasa tələsir və yaxud gecikirsiniz. Əgər yuxunuzda bir imtahan və yaxud bir testdən kafi qiymətlər aldığınızı görürsünüzsə, bu günlük həyatınızda hansısa hazırlıqsız hadisələrlə qarşılaşacağınız mənasına gəlir. Yuxuda xəstələnmək və ya ölmək. Yəqin ki, bu yuxunu hər birimiz görmüşük. Əgər bu yuxunu çox görmüsünüzsə, ətrafınızda sevdiyiniz və özünüzə yaxın bildiyiniz bir insan haqqında narahat olduğunuz mənasına gəlir. Yuxuda qovulmaq. Əgər yuxuda sizi qovurlarsa, bu sizin çox şübhəci biri olduğunuz və hətta havadakı tozdan belə şübhələndiyiniz mənasını verir. Çox yorğun olan insanlar da bu yuxunu tez-tez görür. Bu cür yuxularda adətən əyninizdəki paltar birdən yoxa çıxır və siz utancaq bir vəziyyətdə cəmiyyət içində çılpaq qaldığınızı görürsünüz. Bu yuxunun mənası ətrafındakı kimsə sizə bir sirrini verib, ya da ki siz kiməsə sirrinizi vermişsiniz deməkdir. İnsan beyni günlük hadisələri metaforlayaraq yuxulara çevirir. Yuxuda yıxılmaq. Yəqin ki, bu yuxu hər bir insanın ən çox gördüyü yuxudur. Bu yuxu adətən insanın öz güvənini azaldığını və hansısa işinin düz getmədiyi mənasını verir. Yuxuda ağlamaq bəd xəbərlər alınacağının və ailədə problemlər yaşanacağının əlamətidir. Əgər yuxunuzda başqa birinin ağladığını görürsünüzsə, bu uzun bir ayrılıqdan sonra xoşbəxtlik mənasını verir. Hər nə qədər gördüyümüz yuxuların mənasını öyrənmək istəsək də, yuxular hələ yuxu olaraq qalır. Yuxulardan ümid gözləyib hər yuxuya görə özünüzü üzməyin. İzlədiyiniz üçün çox sağ olun. Videoların davamı üçün kanala abunə olmağı unutmayın.